Salam, xoş gəlmisiniz. Bu videoda astrologiyanın ən zehni, ən sürətli və ən ünsiyyət yönümlü elementlərindən biri olan hava elementi haqqında danışacağıq. Əkizlər, tərəzi və dolça bürcləri niyə bu qədər fərqli düşünür? Onları bu qədər danışqan, ağıllı və azadlıqsevər edən nədir? Niyə bəzən hər şeyi anlayırlar, amma tətbiq etməkdə çətinlik çəkirlər? Və niyə bəzən bu insanlar hər yerdədir, amma heç yerdə deyil kimi hiss olunur? Bu videodan sonra bunların hamısını tam anlayacaqsınız. Hava elementi həyatın görünməyən, amma hər şeyi idarə edən tərəfini, fikirləri, düşüncəni, informasiyanı və insanlar arasındakı əlaqəni ifadə edir. Bu enerji insanı hisslərindən çox anlamağa, müşahidə etməyə və paylaşmağa yönəldir. Məsələn, eyni vəziyyətdə iki insan təsəvvür edin. Biri dərhal emosiyaya girir, digəri isə geri çəkilib vəziyyəti analiz edir, səbəbi tapmağa çalışır. O analiz edən insanın daxilində hava elementi güclüdür. Bu enerji əkizlər, tərəzi və dolça bürclərində daha aydın şəkildə özünü göstərir. Bu insanlar həyatı hiss edərək yox, düşünərək yaşayır. Onlar üçün bir hadisənin necə hiss etdirəcəyindən çox nə demək olduğu önəmlidir. Məsələn, biri münasibətdə sadəcə sevir, amma hava elementi güclü olan insan soruşur ki, bu münasibətin məntiqi varmı? Bu uzun müddətli işləyəcəkmi? Onun üçün əlaqə təkcə hiss deyil, həm də anlamaqdır. Hava insanları ünsiyyətlə yaşayır. Onlar danışanda, paylaşanda, fikir mübadiləsi edəndə aktivləşirlər. Onlar üçün həyat bir növ informasiya axınıdır. Yeni fikirlər, yeni insanlar, yeni mövzular onları canlı saxlayır. Amma burada əsas məsələ ondadır ki, bu insanlar çox vaxt həyatın içində olmaq əvəzinə onu kənardan izləyir və analiz edir. Yəni yaşayır kimi görünür, amma əslində daha çox düşünürlər. Pul və qərarlar mövzusunda da bu xüsusiyyət özünü göstərir. Hava elementi güclü olan insan bir şey etməzdən əvvəl onun bütün variantlarını düşünür, müqayisə edir və analiz edir. Bu isə bəzən qərar verməyi çətinləşdirir. Çünki problem bilməmək deyil, əksinə çox bilməkdir. Hər variantı gördüyü üçün seçim etmək çətinləşir və nəticədə insan hərəkətsiz qalır. Bu enerjinin kölgə tərəfi də məhz buradan başlayır. Əgər hava elementi həddindən artıq güclüdürsə, insan reallıqdan uzaqlaşa bilər. Çox danışar, çox düşünər, amma az edər. Münasibətlərdə dərinlikdən qaçar, çünki emosional yaxınlıq onun üçün çətin ola bilər. O azadlıq istəyir, amma bu azadlıq bəzən bağlılıqdan qaçmağa çevrilir. Hər şeyə açıq olur, amma heç nəyə tam bağlanmır. Bəzən daha da irəli gedərək sözlərlə oynamağa, manipulyasiya etməyə meyilli ola bilərlər. Çünki onun əsas gücü söz və düşüncədir. O nəyi necə deyəcəyini bilir və bu gücü düzgün istifadə etməsə bu artıq problemə çevrilir. Əksinə hava elementi zəif olan insanlarda isə tamam başqa çətinlik yaranır. Belə insanlar özünü ifadə etməkdə çətinlik çəkir, ünsiyyət qurmaqda sıxılır, fikirlərini düzgün çatdıra bilmir. İçində çox şey olsa da bunu sözə çevirə bilmir və nəticədə tez-tez anlaşılmamış hiss edilir. Hava elementi bizə çox vacib bir dərs verir ki, həyat təkcə hiss etməkdən ibarət deyil, anlamaq və paylaşmaq da lazımdır. Amma eyni zamanda təkcə düşünmək də kifayət deyil. Əgər düşündüyünü həyata keçirmirsənsə, o sadəcə fikir olaraq qalır və həyatında heç nə dəyişmir. Əkizlər bürcündə hava elementi özünü ən sürətli və ən dəyişkən formada göstərir. Bu insan həyatı məlumat üzərindən yaşayır. Onun üçün hər şey maraqlıdır, hər şey öyrəniləsi və danışılmalıdır. O bir mövzunu eşidən kimi onu araşdırır, paylaşır və müzakirə edir. Sanki onun zehni heç vaxt dayanmır. Əkizlər insanı eyni anda bir neçə istiqamətdə düşünə bilər. Məsələn, sən bir mövzunu yeni öyrənirsən, o artıq onu başqaları ilə müzakirə edib, fərqli baxışlar toplayıb və yeni nəticə çıxarıb. Bu onun gücüdür. Amma bu sürət eyni zamanda onun zəif tərəfidir. Çünki o çox vaxt dərinləşmir. Bir mövzudan digərinə keçir, bir ideyanı tamamlamadan digərinə başlayır. Nəticədə çox şey bilir, amma az şeyi tam bilir. Onun həyatı məlumatla doludur, amma nəticə bəzən çox zəif qalır. Əkizlər üçün həyat bir növ informasiya oyunudur.
O danışaraq yaşayır, paylaşaraq mövcuddur. Ona görə də sustuğu anda sanki enerjisi azalır. Bu, hava elementinin ən hərəkətli və ən dəyişkən formasıdır. Tərəzi bürcündə hava elementi daha sakit, daha ölçülü və balanslı şəkildə işləyir. Bu, insan həyatı analiz edir, müqayisə edir və ən doğru variantı tapmağa çalışır. Onun üçün hər şeydə balans vacibdir. Münasibətlərdə, qərarlarda, hətta düşüncədə belə. Tərəzi insanı tələsmir, çünki səhv etmək istəməz. Hər şeyi ölçür, tərəfləri qiymətləndirir, nəticəni öncədən görməyə çalışır. Məsələn, sən tez qərar verə bilərsən. Amma tərəzi uzun müddət düşünəcək, çünki onun üçün əsas məsələ düzgün qərardır. Bu xüsusiyyət onu ədalətli və obyektiv edir. O hər iki tərəfi görə bilir və bu onun gücüdür. Amma eyni zamanda bu balans axtarışı qərarsızlığa çevrilə bilər. Çox düşündüyü üçün gecikir, çox analiz etdiyi üçün hərəkət etmir. Tərəzi üçün həyat münasibətlər üzərindən qurulur. O tək qalanda yox, qarşılıqlı əlaqədə olanda özünü daha rahat hiss edir. Amma bəzən başqalarını razı salmaq istəyi öz istədiklərini ikinci plana atmasına səbəb olur. Dolça bürcündə hava elementi ən fərqli və ən azad formada özünü göstərir. Bu insan standart düşünmür, qaydalarla yaşamır, sistemi olduğu kimi qəbul etmir. O hər şeyə fərqli baxır və dəyişmək istəyir. Dolça insanı üçün həyat ideyalardan ibarətdir. O gələcəyi düşünür, yeniliklər yaradır, fərqli yollar axtarır. Məsələn, sən mövcud qaydalarla yaşayırsan. Amma o soruşur ki, bu qaydalar niyə var və necə dəyişə bilər? Onun düşüncəsi sərhəd tanımır. O azad olmaq istəyir və bu azadlıq onun üçün əsas dəyərdir. Amma bu da bəzən problem yaradır. Çünki o bağlılıqdan qaça bilər, məsafəli ola bilər və emosional yaxınlıqdan uzaqlaşa bilər. Dolça çox vaxt başqaları tərəfindən tam anlaşılmır. Çünki o hamı kimi düşünmür, amma məhz bu fərqlilik onu xüsusi edir. O, bugünü yox, gələcəyi qurur. Onun ideyaları bəzən bugün üçün tezdir, amma sabah üçün çox dəyərlidir. Əgər bu videoda özünü tanıdınsa, deməli artıq bir addım irəlidəsən. Növbəti videoda digər elementləri də eyni dərinlikdə analiz edəcəyik. Unutma ki, düşündüyünü həyata keçirməsən, o sadəcə fikir olaraq qalacaq. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.